Xanım Fatimə Zəhra əleyhissalam elə bir şəxsiyyətdir ki, Peyğəmbər əleyhissalam onun haqqında elə fəzilətli sözlər buyurubdur ki, bu sözləri də biz başqasının haqqında olduğunu görmürük. Məsələn, Peyğəmbər əleyhissalam xanım Zəhranı Ummi Əbiha, atasının anası adlandırır. Biz bəzən məsələlərin, hadisələrin zahirinə çox diqqət edirik. Onun batini tərəfi arxa planda qalır. Amma bu kimi rəvayətlərin biz batininə indikcə görürük ki, heç də Peyğəmbər salavatullahın öz qızı haqqında belə sözlər deməsi bəzilərinin iddia etdikləri kimi bir atanın öz övladına olan sevgisindən deyil. Niyə Peyğəmbərimiz desin ki, Fatimə mənim anamdır? Deməli, burada Peyğəmbərin dedikləri bilirik ki, birincisi ilahi vəhyə əsaslanır. İkincisi, Peyğəmbər salavatullah heç vaxtı həvai nəfsindən söz deməz, həvai nəfsinə görə hərəkət etməz. Deməli, Fatimə mənim anamdır deməkdə bir neçə batini məqsəd var. Bir, biz bilirik ki, İslamda ananın övlad üzərində hansı haqları var? O haqqı tapdalamaq küfrə bərabər günah kimi təqdim edilib. Xanım Zəhranı Peyğəmbər öz anası ona görə adlandırır ki, xanımın Peyğəmbərin boynunda çox böyük haqları var. Nə haqq ola bilər o? Burada söhbət, əzizlər, ideoloji haqdan gedir. Məsələ ideoloji haqdır. Əgər xanım Zəhra əleyha salamın Peyğəmbərdən sonraki cəsarəti, fəaliyyəti bir sözlə olmasaydı, həqiqət öz mehvərindən xaric olardı. Deməli, Peyğəmbərin dininin mahiyyətini ilk çatdıran, ilk qoruyan şəxs məhz xanım Fatimə-i Zəhra əleyha salamdır. Bu mənada Peyğəmbər deyib, mənim anamdır, yəni ana qədər mənim üzərimdə haqqı vardır.